Deməli, bugünkü imtahanda istifadə edilən statikadan düşmüş bir maraqlı suala da nəzər yetirək. Deyir ki, kütləsi 3 kiloqram olan bir cins çubuq üfüqi vəziyyətdə tarazlıqdadır. Şəkildə verilənlərə görə, deməli, bu dayağın reaksiya qüvvəsini hesablayın. Bu sualı iki müxtəlif üsulla həll edə bilərik. Bu ilk üsulumuz olsun. İlk üsulda deməli nə edəcəyik? Həmin bu çubuğu saat əqrəbi istiqamətində hərəkət etdirən qüvvələrin cəmi ilə saat əqrəbinin əksi istiqamətində hərəkət etdirən qüvvələrin cəmi, yəni momentlər qaydasını bura tətbiq edəcəyik. Saat əqrəbi istiqamətində hərəkət elətdirən bu çubuğu bir dayağın reaksiya qüvvəsi, bir də ki, M kütləli cisimdir. Və buradan mərkəzə doğru, yəni mərkəzdən deməli bu çubuğa təsir edən bir ağırlıq qüvvəsi var və bu da saat əqrəbinin əksi istiqamətində hərəkət etdirəcək bu çubuğu. O zaman deməli eyniliyi yazarsaq bu hissədən, deməli fikir verirsə dayağın reaksiya qüvvəsi 1, 2, 3, 4 və 5 məsafədə yerləşir. Yəni 5 vurulsun n bərabərdir. Biraz kiçik yaza yerləşsin. 5 vurulsun n bərabərdir. Daha doğrusu bərabərdir yox. Saat əqrəbinin istiqamətən 1 n-dir. Bir də ki m kütləli cisimdir. Üzərinə gəlinsin mg, o da bərabərdir. Saat əqrəbinin əksi istiqamətində 1 var f ağırlıq. Amma bir şeydən unutmayın ki, deməli çubuğun kütləsi 3 kiloqramdır. 3 kiloqram deməli olan çubuğa f ağırlıq qüvvəsi təsir edir və bunu ortadan 2-yə bölür. Yəni 2 dəfə mg qədər fərqlənir. Yəni ortadan tam mərkəzə bölür və 2 mg qədər ağırlıq qüvvəsi deməli bura tətbiq olunur. Ona görə olacaq 2 m çubuq j. Bunu da həll eləyərsək, deməli 5 n üzərinə gəlinsin. mg deməli burada 2 vurulsun 10, 20 bərabərdir. Çubuğun çəkisini bizə verib. Deməli 3 kiloqram, 3 vur 2, 6, j-ni də verib bizə 10, yəni 60. Buradan da 5 n bərabərdir 40-a, n də bərabərdir 8 newtona. Bu ilk üsuldur. Bu nisbətən sadə üsuldur. İndi bir də var bunun ikinci həlli. İndi ikinci həllinə nəzər yetirək. İkinci üsulda deməli biz burada reaksiya qüvvəsi yox, ipin gərilmə qüvvəsi ilə həll eləyəcəyik. O zaman mən bunları sileyim. Deməli, ipin gərilmə qüvvəsi fikir versəniz bu hissədən, deməli, neçə məsafə yerləşir reaksiya qüvvəsinə? 1, 2, 3, 4, 5. 5 məsafədə yerləşdiyi üçün buraya yazıram 5t bərabərdir. Və həmçinin bir şey də görürük ki, mən burada deməli ilk həldə buradakı deməli tarazlığı reaksiya qüvvəsinə görə yazdım. Bu dəfə ipin deməli gərilmə qüvvəsinə görə yazacağam. İpin gərilmə qüvvəsinə yazsam 5-də bərabərdir o biri deməli qüvvələrin cəminə. Buradakı deməli bu çubuğun ümumi kütləsi 3-dür. Ağırlığı təsir edən zaman deməli buradan yazıram ki, f ağırlıq bərabərdir m çubuq j-yə, o da bərabərdir 3 vurulsun 10-a, yəni 30 newtona. O zaman buradan olacaq 30 vurulsun, deməli ağırlıq qüvvəsi buradan tətbiq olunur axı. Buradan mən 3 məsafəyə baxacağam reaksiya qüvvəsindən, yəni və bu sol tərəf üçün olan deməli tarazlıqdan baxacağam. Vurulsun 3, üzərinə gəlinsin. Həmçinin burada m kütləli cisim var. Deməli buradan mg yazarsaq, bunun ağırlıq qüvvəsini hesablayacaq. mg o da bərabərdir 2 vurulsun deməli 10 bərabərdir 20 newtona. Yəni üzərinə gəlinsin. Daha doğrusu buradan yazacaq. Yəni üzərinə gəlinsin 20 vurulsun. Və bu cisim isə deməli, bu cisim isə bu tarazlıqdan 1, 2, 3, 4, 5, 6 məsafədə yerləşir. Yəni 20 vurulsun 6 olacaq. Mən bunu sileyim, Bu hissədən yazım. F çubuq, deməli F ağırlıq daha doğrusu. F ağırlıq bərabərdir M çubuq vurulsun J. Çubuğu deməli 3 vurulsun 10 bərabərdir 30 tapdıq. İndi bunu hesablayarsak deməli buradan 5t deməli bərabərdir. 5 də bərabərdir 90. Üzərinə gəlinsin 120. Buradan 5t bərabərdir 210-a. T də bərabərdir 42 newtona. İndi mən bu hissədən deməli gərilmə qüvvəsini tapdım ki, burada deməli 42 newton gərilmə qüvvəsi həmin bu ipə deməli tətbiq edilir. İndi mən buradakı reaksiyaya görə həmin bu gərilmə qüvvəsini əgər hesaplayarsam, yəni bu hissədə yəni demək istədiyim, burada şauguli istiqamətdəki deməli qüvvələrin cəminə baxarsaq, buradan n var. N və gərilmə eyni istiqamətdə olduğu üçün yazacağam n plus t bərabərdir mg üzərinə gəlinsin m çubuq j-yə.
O zaman deməli T nə tapdıq? 42. Üzərinə gəlsin 42 bərabərdir. MC-ni neçə tapdıq burada? 20 bu cisim üçün. Üzərinə gəlsin çubuq üzərinə tapdıq 30. Buradan n plus 42 bərabərdir 50-yə və n də bərabərdir 8 Newton. Yəni hər iki üsulda da həqiqətən də deməli 8 Newton olduğunu göstərdik. İlk halda momentlər qaydasını yazdıq. İkinci halda isə ümumi gərilməni tapdıq. İpdəki gərilməni. İpdəki gərilməni deməli tapdıqdan sonra dayağın reaksiya qüvvəsi, yəni üstə çıxan qüvvələrin cəmi ilə alta düşən qüvvələrin cəmi. Yəni mən bu hissəyə ümumi baxdım. Bu çubuğun ümumi kütləsi mc-dir. Ümumi təsir edən bura ağırlıq qüvvəsini istiqaməti, yəni burada ağırlıq qüvvəsi ümumi çubuğun aşağıya doğru deməli tətbiq etdiyi ağırlıq qüvvəsinə baxdım. Və bu hissədən də həmçinin aşağı doğru həm bu kütlə var, həm 2 kiloqram kütləli cisim var, həm də ki ağırlıq qüvvəsinin bu ümumi çubuğu çəkdiyi deməli qüvvə var. Yəni bu iki üsulda da yaza bilərsiniz.